Həmkarlar, izahımıza başlamadan öncə qeyd etmək istəyirəm ki, imtahanlarımızın artıq sertifikasiya imtahanımızın vaxtı bəllidir. Ondan da sonra çox güman kimi imtahan olacaq və biz sabahdan artıq sürətli təkrara başlamışıq qruplarda. Sürətli təkrarlarda mən deməli günə bir mövzu atacağam, mövzunun video izahını atacağım. Eyni zamanda mövzuya uyğun model testlər, mövzu sınaqları və s. yəni video izahları atacağım qrupa. Müəllimlər təkrarlayacaqlar. Həftədə 4 dəfə dərslərimiz olacaq. Dərsdə mövzuları müzakirə edəcəyik inşallah canlı şəkildə. Üstəlik də ki, təkrar dərslərimizə qoşulan müəllimlər sınaq qruplarımızda da faydalanacaq. Sınaq qruplarında isə günə bir sınaq işləyib, sınağın da video izahlarla təmin olunursunuz. Bu haqda məlumat verdim. İndi isə keçək mövzumuza. Mövzumuz Artinin oksigeni üzvü birləşmələr mövzusudur ki, hansı ki, buradakı tapşırıqların izahını verəcəm deməm. Birinci çalışmayla başladıq. Deyir ki, nisbi molekul kütləsi 8-6 olan yağın hidrolizindən eyni doymuş bir əsaslı karbon turşusu alınıb, yağ molekulunda karbon atomlarının hibrid orbitaların sayını müəyyənləşdirir. Deməli, müəllimlər, biz bilirik ki, yağ deyəndə nə nəzərdə tutulur? Yağlar gliserinin ali karbon turşularından əmələ gətirdiyi mürəkkəb efirlərdir və yağların gliserinə aid olan hissəsi gəlin qararuçka götürək. Yağın gliserinə aid olan hissəsi bax bu şəkildədir. Gliserin bilirik ki, 3 atomlu spirtdir. CH2OH, CH2OH, CH2OH. Amma bilirik ki, yağ əmələ gələn zaman spirtdən H çıxır. Bax, spirtdən H-lar çıxdı. Turşdan isə OH turşu çıxır və biz bilirik ki, doymuş bir əsaslı karbon turşusu əldə olunubsa bu yağın hidrolizindən, doymuş bir əsaslı karbon turşular üçün ümumi formulumuz nəyə bərabərdir müəllimlər? CnH2n üstə gəlinsin 1 COH formuluna malikdir və biz bilirik ki, yağlar əmələ gələn zaman, məsəl üçün 1 mol gliserin, 3 mol deməli, turşu ilə qarşılıqlı təsirdə olur və spirtdən H, turşudan OH çıxır. Spirtin 3 H-ı gəlib turşunun 3 dənə OH-ı, bax, 3 mol turşu götürəndə hərəsinin 3 mol OH-ı gəlib turşuların H-ı ilə, daha doğrusu spirtin H-ı ilə su şəklində ayrılır və əmələ gələn mürəkkəb efirimiz, yəni yağımız hansı formada yazılır. Bax, H-ları çıxartdım, gətirib burada turşu qalığını birləşdirəcəm həmən hissəyə. H-ı çıxartdım yerə, turşu qalıqlarını yazacağım, düzdürmü? Və bizim turşu qalığımız, deməli, doymuş turşunun qalığıdır. Nəyə görə belə yazırıq? Ona görə ki, bizə müəllif orada vurğulur. Deyir ki, doymuş bir əsaslı karbon turşusundan əmələ gələn yağdır. O zaman mən radikal hissəni CnH2 üstə gəlsin bir şəklində rahatlıqla qeyd edə bilərəm. Gətirdim, qeyd elədim. CnH2 üstə gəlinsin 1. Burada da həmçinin C2 qatır artı oksigen, CnH2 üstə gəlsin 1. Bax, deməli, müəllimlər, yağın gliserinə aid olan hissəsi bu hissəsidir, turşuya aid olan hissəsi də bu hissəsidir, düzdürmü? İndi buna əsasən biz nə görürük, müəllimlər? Qısa şəkildə mən necə yazaram bunun emerini? Emeri yazmaq üçün biz görürük ki, CnH2 üstə gəlsin 1, bax, bundan 3 dənədir, düzdürmü? İndi CnH2 üstə gəlsin 1 necə yazılar? Emer hesablanar 14 üstə gəl bir şəklində. Burada da 3 dənə görürük. Bax, bu turşu qalığının bax, bu hissəsindən 3 dənə görürük də, düzdürmü? O zaman 3 vurulsun, 14 üstə gəlinsin 1. Bunun da üzərinə gələcək. Bax, bu hissəni gəlin birlikdə hesablayaq. Bax, gəlin bu hissəni birlikdə hesablayaq. Yəni, CnH2 üstə gəlsin 1-i zaten hesabladıq. 14 üstə gəl 1-dir. 3 mol olduğuna görə 3-ə vurdum. Və indi gəlin digər hissəsinə baxaq. Digər hissəsinə baxanda cəm 6 karbon görürük. 6 karbon görsək, 6-nı vururuq 12-yə. Çünki karbon ayrı 12-dir. Bunun da üzərinə gəlirik. Nə qədər oksigen görürük? 6 dənə oksigen görürük. 6 oksigende 6 vurulsun 16 şəklində yazıram. Bunun da üzərinə gələcəm nə? Hidrogen. Hidrogen də nə qədərdir? Hidrogen ancaq gliserinə aid olan hissədə hidrogen göründür. 5 qram da hidrogen orada görürəm. Ümumi hesablama aparsaq, 3-ü 14-ə vursaq, 42N üstə gəl 3. Bunun da üzərinə gələcək 6-nı 12-yə vursaq, eləyəcək, səhvlənirəmsə 72. Deməli, 72-nin üzərinə 6 vurulsun 16, 96 eləməlidir. Deməli, 96-dan 72-ni topladım. Burada da 3 var zaten. Gəlin elə bu 3-ü də birbaşa hesablayaq. Onun da üzərinə 3 gəlib, üzərinə 5 gəlsə, eləcək 176. Deməli, bu yağ üçün emer 42N üstə gəlinsin 176 şəklində yazıla bilər. İndi müəllif bizə deyir ki, 42N üstə gəlinsin 176 bərabərdir 806-ya. 806-dan çıxaram 176-nı. 806 ilə 176 arasındakı fərq mənə 630 verəcək. 630 da 42-yə bölsək, enimiz eləcək 15. Enimiz 15-ə bərabərdirsə, deməli bizim yağımızda turşu hissəsini necə yaza bilərik? C15, H31, COH şəklində yaza bilərik. Bu da deməli palmitin turşusudur. Deməli bizim yağımıza əmələ gətirən
turşu palmitin turşusudur. Formulu C15H31COH olacaq. Yəni N'imiz 15-dir. N'imiz 15-dirsə gətirib burada CO hissəsi də var axı. Onu da qeyd edəndə C15H31COH, yəni palmitin turşusu əldə elədik. İndi bizə deyir ki, yağ molekulunda karbon atomlarının hibrid orbitallarının sayını müəyyən edin. İndi gəlin müəllimlər belə hesablayaq da. Bizim yağımız bax bu yağdır, düzdürmü? Aha, yağda biz nə görürük? Yağda deməli C15H31COH hissəsində 15 karbon, axı bu doymuş yağda, doymuş yağ olduğuna görə radikal hissədimiz doymuş radikaldır və doymuş radikal olduğuna görə radikal hissədəki bütün karbonlar sp3 hibridləşmə vəziyyətindədir. Və hər sp3 vəziyyətdə karbonun 4 dənə sp3 hibrid orbitalı var, çünki bir sp3 dörtləçək deməkdir də. O zaman 15-i vuraram 4-ə, üzərinə gələrəm karboksil qrupunun karbonu sp2 vəziyyətdədir, çünki belə yazılır da, düzdürmü? CH qat oksigen OH. Aha, bax bu karbon sp2 vəziyyətdədir. Onun da üzərinə 3 gələrik. 15-i 4-ə vuraram. Verəcək mənə 60. 60-ın da üzərinə 3 gəlsəm 63. Deməli C15H31COH. Deməli turşu qalığımızda baxanda 15 karbon sp3 vəziyyəti, 1 karbon sp2 vəziyyətdə olanda ümumilikdə bir turşu qalığı üçün 63 hibrid orbitalı hesabladıq. Burada isə 3 turşu qalığı var da. Yağda axı 3 turşu qalığı var. 63-ü vuraram 3-ə. Üzərinə də gələrəm. Yağın qliserinə aid olan hissəsində 3 karbon var. Baxın bu CH2, CH, CH2 və bunlar da hamısı doymuş karbon, yəni sp3 hibridləşmə vəziyyətindədir. Yəni bu karbonlar işıqat rabitə çıxmır. Baxın bunlardan bunlar sp3 vəziyyətdə təsəvvür edirik. Hər karbonun 4 dənə sp3 hibrid orbitalı var. 3 dənə karbonun da 3 dənə 4-ün 12 sp3 hibrid orbital olacaq. Hesablama aparsaq 63 vurarıq 3-ə, eləyər 189, üzərinə də 12 gəlsə 201. Deməli buradan belə başa düşdük ki, bu yağın deməli molekulunda karbon atomlarının ümumi hibrid orbitaların sayı 201-ə bərabər olacaq. Bu da doğru cavab kimi bizə A variantında göstərilibdir. Aha, birinci çalışma ilə bitdik. Keçirik ikinci çalışmaya. Deyir ki, 220 qram sirkə aldehidində müəyyən miqdar gümüş bir oksidi amoniakdakı məhlulu əlavə edilir. Reaksiya bitəndən sonra qarışıqda üzv maddələrin kütləsi 268 qram olur. Sirkə aldehidinin neçə faizinin reaksiya daxil olduğunu hesablayın. İndi müəllimlər, sirkə aldehidi necə yazılır? Sirkə aldehidi bilirik ki, CH3, C, 2 qat oksigen H. Əvvəlcə gəlin sirkə aldehidinin emerini hesablayaq. 2 karbonumuz var, 12-ni 2-yə vursaq 24. 24-ün üzərinə oksigen 16-dır. Gəlsə 40, üzərinə 4 gəlsə 44. Aha, sirkə aldehidinin emerinin 44 olduğunu müəyyənləşdirdik. İndi 1 mol sirkə aldehidi 44 qrama uyğun gəlirsə, X molun da 220 qrama uyğun gələcək. Buradan sirkə aldehidinin mol miqdarını hesablamaq üçün 220-ni bölərəm 44-ə, eləyəcək 5 mol. Deməli, söhbət 5 mol sirkə aldehidindən gedirmiş. Aha, 5 mol sirkə aldehidimiz mövcuddur və bizə deyir ki, bu sirkə aldehidi deməli, reaksiya daxil və reaksiya zamanı üzv maddənin kütləsi 268 qram artıbdır. 268 qram oldu daha doğrusu. İndi bilirik ki, sirkə aldehidi CH3C 2 qat oksigen H. Bu amoniakın, daha doğrusu gümüş bir oksidin amoniakdakı məhlulu ilə, daha doğrusu belə deyək, reaksiya daxil olanda nə baş verirdi? Burada oksidləşmə reduksiya reaksiyası baş verirdi. Bu gümüş güzgü reaksiyasıdır. Və reaksiya zamanı 1 mol aldehid, 1 mol argentum 2 ilə reaksiya daxil olar. 2 mol argentum qabın dibinə çökər və reaksiya məhsulu olaraq karbon turşusu, yəni sirkə turşusu əldə olunar və burada göründüyü kimi üzvü maddə CH3COH çevrilir CH3COH-a və 1 mol sirkə aldehidi sərf olunanda üzvü maddənin kütləsində 16 qram artım müşahidə olunur. Niyə? Çünki CH3C2 qat oksigen H, CH3C2 qat oksigen OH-a çevrilir. Yəni oksigen sayı 1 vahid artır üzvü maddədə və bu zaman üzv maddənin kütləsi hər 1 molda 16 qram artır. Burada isə üzv maddəmiz əvvəli 220 olub, sonrası 268 olub. 220 ilə 268 arasındakı fərq 48 qramdır. Belə çıxır ki, burada üzv maddənin kütləsinə 48 qram artım müşahidə olunub. İndi 1 mol sərf olunanda 16 qram artım müşahidə olunursa, X molda da 48 qram artım müşahidə olunacaq. Biz buradan aldehidin sərf olunan mol miqdarını 3 mol tapırıq, düzdürmü? İndi aldehidin sərf olunan mol miqdarı 3 moldur. Əvvəlki mol miqdarı da 5 molsa, deməli neçə faizi sərf olunub? Deməli 3 mol sərf olunan əvvəlki 5 molun neçə faizini təşkil edir? 3-ü 5-ə bölüb 100-ə vurarıq, eləyər 60%. Deməli, aldehidin 60% reaksiya sərf olunubdur. Bu da doğru cavab kimi 2-də C variantında göstərilibdir. Növbəti 3-cü çalışma ilə davam edirik. Deyir, glukozanın kütləsinin 1/3 hissəsi spirtə qıcqıranda 23 qram spirt alınmış, digər hissəsi isə yağ turşusuna qıcqırmışdır. Bu zaman əmələ gələn qazların ümumi həcmini hesablayın. Deməli, əvvəlcə müəllimlər glukozanın həm spirtə, həm də yağ turşusuna qıcqırma reaksiyalarını yazıb əmsallaşdıraq. Deməli, glukoza C6H12O6 qıcqırma zamanı
etil spirti, spirtə qıcqırma zamanı etil spirti və karbon qaz əmələ gəlir. Əmsallaşdırsaq 2 mol etil spirti, üzr istəyirəm, burada OH yazmağı unutdum. 2 mol etil spirti, 2 mol da karbon qaz əmələ gəlir. Aydın məsələdir ki, baxaq əmsalımız doğru oldu mu? 4, 6, aha, səhv eləmirəmsə doğru oldu, bəli. Bir də qlikoza yağ turşusuna qıcqıra bilər. Qlikoza yağ turşusuna qıcqıranda C4, H8, O2, yəni yağ turşusu əldə olunacaq. Əlavə olaraq karbon qaz əmələ gələcək. 2 mol karbon qaz əmələ gəlməlidir və bir də ki 2 mol hidrogen ayrılmalıdır. Hesablayaq görək əmsalımız tamamlandı mı? Aha, 6 karbon, 12 hidrogen, 6 da oksigen. Bəli, tamamlandı. Aha, reaksiyanı yazdıq, əmsallaşdırıq və bizə deyir ki, müəyyən qədər glikoza götürmüşük və bunun 3-dən 1 hissəsi spirtə qıcqırıbdır və qıcqırma zamanı 23 qram spirt alınıb. İndi spirt etil spirtidir. Etil spirtinin emerini hesablasanız, emer etil spirti C2H5OH səhv eləmirəmsə 46 qram olmalıdır. 46 olmalıdır. Aha, indi əgər 2 mol 2 vurulsun 46, başqa cür desək 92 qram etil spirti əldə olunarsa, bax reaksiyanın təlinindən görürük də, düzdürmü? Bu zaman 1 mol glikoza sərf olunur. İndi isə gəlin görək 23 qram etil spirti alınıbsa, neçə mol glikoza sərf olunacaq? Yəni spirtin alınmasına gəlin görək nə qədər glikoza sərf olunubdur. Bunun üçün 23-ü bölərəm 96-ya. Deməli, daha doğrusu 92-yə üzr istəyirəm. Mənə verəcək 0,25 mol. Deməli, 0,25 mol glikoza birinci reaksiya üçün sərf olunub. Bax, etil spirtin alınma reaksiyasına sərf olunubdur. Və bu da deyir ki, glikozanın kütləsinin 3-dən 1 hissəsini təşkil edir. 0,25 mol glikoza, glikozanın emeri səhv eləmirəmsə 180 olmalıdır. Emer C6H12O6 180 olmalıdır da. Aha. 180 deməli heç emerlə hesablamayaq, gəlin belə deyək də tənasüblə gedək, yaxşı gəlin. İndi 0,25 mol glikoza sərf olunub. Bu glikozanın ilkin kütləsinin 3-də 1 hissəsini təşkil edir, gəlin belə deyək. Onda gəlin görək neçə mol glikoza deməli 3-də 2 hissəsini təşkil edəcək. Yəni 3-dən 1 hissəsi, 3-də 1 hissəsi. Əgər 0,25 mol glikoza uyğun gəlirsə, kütləyə də çevirə bilərik. Əslində 180-i 0,25 mola vurarıq, kütləsini hesablayarıq da, ya da amma birbaşa molla da gələ bilər, problem deyil. Çünki molla məncə daha rahat olacaq. Ona görə deyirəm ki, 0,25 mol glikoza deməli 3-də 1 hissəyə uyğun gəlirsə, görəsən glikozanın 3-dən 2 hissəsi yerdə qalan hissə 3-də 2-si olacaq axı. Niyə görə? Çünki bütöv bir hissəsi 3-də 3 hissəsidir. Bunun 3-dən 1 hissəsi spirtin alınmasına sərf olunsa, deməli yerdə qalan 3-də 2 hissəsi yağ turşusunun alınmasına sərf olunacaq. Gəlin görək yağ turşusunun alınmasına nə qədər glikoza sərf olunub, molunu hesablayaq. 0,25 molun 3-də 1 hissəsinə uyğun gəlirsə, 3-də 2 hissəsi x mola uyğun gələcək. Bunun üçün nə edərik? 0,25-i vurarıq 3-dən 2-yə, bölərik 3-də 1-ə. Böləndə də yuxarı aşağı, yəni 3-də 1 yuxarı, 3-də 1-ə vuran böləndə, daha doğrusu neyəcək? 3 yuxarı qalxacaq, 1 aşağı düşəcək də. Yəni riyaziyyatı bu qayda bilirik zaten. Hesablama aparsaq, bu da eləcə 0,5 mol. Deməli, belə başa düşdük ki, ikinci reaksiya üçün 0,5 mol glikoza sərf olunubdur. İndi 0,5 mol glikoza ikinci reaksiya üçün sərf olunsa, bu neçə mol qaz əmələ gətirər? Normalda biz bilirik ki, 1 mol glikoza ikinci reaksiya üzrə 2 mol karbon qazı, 2 mol da hidrogen qaz əmələ gətirir. Yəni ümumilikdə 4 mol qaz yaradır. Onda 0,5 molun da nə qədər qaz yaradacaq? Baxın, 1 molun 4 mol qaz yaratdısa, 0,5 molunda x mol qaz yaradacaq. Buradan ikinci reaksiyadan əldə olunan qazların ümumi mol miqdarını 2 mol hesablayarıq. Aha. İndi bəs birinci reaksiyadan nə qədər deməli qaz əmələ gələcək? Onu elə etil spiritinə görə də zaten hesablaya bilərik. Necə? Baxın, gəlin onu da burada başqa bir qələm götürüm, ondan hesablayaq. 2 mol etil spirti başqa cür desək, deməli 92 qram etil spirti yarananda 2 mol qaz, yəni 2 mol karbon qazı yaranır. Burada isə 23 qram deyir etil spirti alınıbdır. 23 qram etil spirti əmələ gələndə gəlin görək neçə mol karbon qazı yaranacaq. Bunun üçün mən hesablama aparsam görərəm ki, 0,5 mol karbon qazı əmələ gələcək. Birinci reaksiyadan 0,5 mol karbon qazı, ikinci reaksiyadan 2 mol karbon qazı əmələ gəlibsə, ümumilikdə 2,5 mol karbon qazı əmələ gəlib bu reaksiyalar zamanı. İndi 2,5 mol karbon qazının normal şəraitdə neçə litrə uyğun gəlir məndir? Bilirik ki, qazların 1 molu normal şəraitdə 22,4 litr həcm tutur. İndi isə 2,5 mol qazın neçə litr həcm tutduğunu tapdıq. 56 litr həcm tutduğunu hesabladıq. Bu da doğru cavab kimi bu çalışmada Y var. Yəni 3-cü çalışma mənim burada 3-cü çalışmamda elə bil ki PDF formasına düzəldəndə bu 3-ə gəldi çıxdı. Nəysə 3-cü çalışmada Y variantında öz əksini tapıbdı. 3-ü bitirdik, keçdik maraqlı 4-cü məsələmizin izahına. Deyir ki, x mol qarışqa əldə edir və y mol sirkə əldə edir. Suda tam həll edilir və məhlula artıq miqdarda gümüş bir oksidin amoniaklı sudakı məhlulu əlavə edilir və reaksiya axıra qədər gedir. Aha.
İndi müəllimlər biz bilirik ki, həm qarışqa aldehid, həm də sirkə aldehidi argentum 2O ilə reaksiya gedəcək. Niyə? Çünki bunlar aldehidlər və istənilən aldehid argentum 2O ilə oksidləşib uyğun turşuya çevrilir. Aha, deyək ki, mənə bilirik ki, yəni istəyirsiniz lap birinin gəlin yadımıza salaq xatırlayaq. Əslində bundan qabaq qeyd eləmişdim müəllimlər yuxarıda, amma yenə də gəlin bir dənə xatırlama aparaq. HC2 qatıraqlı oksigen H, yəni qarışqa aldehid argentum 2O ilə gedəndə 2 mol argentum çökür qabın dibinə, reaksiyadan uyğun olaraq qarışqa turşusu yaranır və yaxud da digərində elə bu qaydada yaza bilərik. Yazmasaq da zaten bilirik, bildiyimiz bir şeydir, amma tənasüb quracaq deyə istəyirsiniz gəlin yazaq, gözümüzün qarşısında canlansın. Aha, buradan da əmələ gələcək CH3COH. İndi biz bilirik ki, 1 mol aldehid 1 mol turşu əmələ gətirir. 1 mol sirkə aldehidi də həmçinin 1 mol sirkə turşusu yaradacaq. İndi aydın məsələdir ki, x mol qarışqa aldehidi x mol sirkə, daha doğrusu x mol qarışqa turşusu yaradacaq. Uyğun olaraq y mol sirkə aldehidi də y mol sirkə turşusu yaradacaq. Çünki reaksiyalar birin-birinə nisbətinə getdi axı. Nə qədər aldehid sərf olunursa, bir o qədər də turşu yaranır. Deməli başa düşdük ki, x mol aldehid x mol turşu yaradacaq. X mol turşu yaradacaq. Aha. Y mol sirkə aldehidi də uyğun olaraq y mol sirkə turşusu yaradacaq. Y mol sirkə turşusu yaradacaq. Aha. Bizə deyir ki, reaksiya zamanı 1,6 mol gümüş alınır. İndi müəllimlər, nə demək istəyirəm? Burada bu birinci reaksiya var ha. Birinci reaksiyadan əmələ gəlmiş x mol turşu özü də təzədən gəlib argentum 2O ilə reaksiya girəcək. İndi deyirsiniz ki, hardan bildik? Belə deyək də, bilirik ki, qarışqa turşusu və qarışqa turşusunun natrium duzunda aldehid qrupu mövcuddur. Ona görə də həm qarışqa turşusu, həm də qarışqa turşusunun natrium duzu özünü sanki aldehid kimi aparır və onlar da argentum 2O ilə reaksiya daxil ola bilirlər. İndi mən əgər qarışqa turşusu götürüb onun da üzərinə argentum 2O gəlsəydim, buradan 2 mol argentum əmələ gələrdi. Həmçinin CO2 və H2O əmələ gələrdi. Karbon qazı və su əmələ gələrdi. Düzdür müəllimlər? Aha. Bunu zaten biz bilirik. İndi x mol aldehid, x mol turşu yaradacaq. Bax buradan yuxarıdakı baba yuxarıdakı reaksiya. Gəlin bax lap qırmızıdan haşiyalaq. Birinci reaksiyadan 1 mol aldehid, 1 mol qarışqa turşusu yaradanda x mol aldehid, x mol qarışqa turşusu yaradacaq. Deməli buradan x mol qarışqa turşusu yaranacaqdır. Üstəlik də 2x mol argentum deməli əmələ gələcəkdir reaksiya zamanı. Aha. İkinci reaksiya üçün isə y mol sirkə aldehidi 2 mol argentum yaradacaqdır. Y mol da sirkə turşusu yaradacaqdır. Sirkə turşusu təzədən gəlib reaksiya girə bilmir. Orada tamamlayırıq. Amma qarışqa turşusu təzədən reaksiya girə bilir də. İndi buradan x mol deməli qarışqa aldehid x mol ki turşu yaradıb. Həmin o x mol turşu təzədən gəlib argentum 2O ilə reaksiya girib təzədən 2x mol argentum yaradar. Çünki 1 mol turşu 2 mol argentum yaradırsa x molda 2x qədər argentum yaradar. Düzdürmü? Aha. Və buradan ümumilikdə biz nə gördük müəllimlər? Deməli, reaksiyalar zamanı əmələ gələn argentumun ümumi mol miqdarı birinci reaksiyadan 2x mol, ikinci reaksiyadan 2y mol, üçüncü bax bu reaksiya var ha, qarışqa turşusuna argentum 2O-nun reaksiyası. Oradan da əlavə olaraq 2x mol argentum əmələ gələcək və bunların ümumi mol miqdarı 1,6-ya bərabər olacaq. Buradan 4x üstə gəlinsin 2y-imiz bərabərdir 1,6-ya. Bundan başqa da biz həm də bilirdik axı, x üstə gəl y bərabərdir 5, çünki onun müəllif bizə ipucu veribdir. X üstə gəl y bərabərdir 0,5-ə. Bax, belə bir sistem tənliyə keçid elədik müəllimlər. İndi gəlin tənliyi buradan daha sərgəli yazaq. 4x üstə gəl 2y bərabərdir 1,6 mola. X üstə gəl y 0,5-də x bərabərdir 0,5 çıxılsın y birbaşa yaza bilərik. Gətirək bu əvəzləməni yuxarıda yerinə qoyaq. 4 vurulsun x-in yerinə yazacağım 0,5 çıxılsın y. Üstə gəl 2y bərabərdir 1,6-ya. Başqa yolla da eləyə bilərsiniz əslində tənliyi. Yəni sizə necə rahat eləyin. Mən belə rahatı belə həll edirəm. 4-ü 0,5-ə vurduq, elədi 2. Deməli 2y bərabər oldu 0,4-ə, y-imiz bərabər oldu 0,2 mola. Y-imiz 0,2 moldursa, onda gətirib yerinə qoysaq, x üstə gəl y 0,5 idi axı. Y-imiz 0,5-dirsə, o zaman, daha doğrusu y-imiz 0,2-dirsə, x-imiz də 0,3 mol olacaq. Belə. İndi deyir ki, bunları tək-tək müəyyənləşdir. X-imiz 0,3, y-imiz də 0,2-dirsə, görək bu doğru cavab kimi harada verilibdir. Deməli, x-imiz 0,3, y-imiz də 0,2. Bəli, bax, burada D variantına göstərilib müəllimlər. Ona görə uyğun olaraq burada doğru cavabı D variantı şəklində cavablandıra bilərsiniz. Belə, ola bilər mənim izahım biraz uzun çəksin, çünki mən detallarına qədər izah edirəm bir-bir. Amma maraqlı məsələlərdir. Diqqətli olsanız, təbii ki, hamısı aydın olacaq sizə. Keçirik növbəti digər 5-ci çalışmamızın izahına. Deyir, tərkibində 2 karbon atomu olan
doymuş monoamillərin qarışığında polyar kovalent rabitələrin sayı qeyri-polyar kovalent rabitələrin sayından 20 dəfə çox olarsa, amillərin mol sayı nisbətini müəyyənləşdirin. Deməli, deyir, tərkibində 2 karbon atomu olan doymuş monoamillərin qarışığıdır. İndi 2 karbonu olan monoamilləri mən necə yaza bilərəm müəllimlər? Monoamin o demək ki, bir azot olsun. Mən bunu etilamin kimi yaza bilərəm, ya da dimetilamin kimi. Başqa nə yaza bilərəm ki? 2 karbonu var, monoamindir. Ya yaza bilərəm bunu etilamin şəklində. Etilamin şəklində ya dimetilamin şəklində yaza bilərəm də, düzdürmü? Yəni ya birli amin şəklində yaza bilərəm, ya da ikilamin şəklində. Çünki 2 karbonu var və monoamindir, yəni bir azotu var. Və deyir ki, burada polyar kovalent rabitələrin sayı qeyri-polyar kovalent rabitələrin sayı 20 dəfə çoxdur. İndi birini x mol, birini də y mol işarəyə bilmirəm, çünki hərəsi nə qədərdir. Aha, buradan da deməli x mol etilamin götürdüm, y mol da dimetilamin götürdüm. Gəlin bir hesablayaq. Polyar kovalent rabitə nə qədərdir, qeyri-polyar kovalent rabitə nə qədərdir? İndi burada polyar kovalent rabitələrin sayı deyəndə karbon hidrogen arasında karbon azot və azot hidrogen arasındakı rabitələr nəzərdə tutulur. Karbon hidrogen arasında 5 dənə rabitə var. Azot hidrogen arasında 2 dənə rabitə var. Burada da karbon azot arasında bir dənə də rabitə olanda hesablayanda 8 rabitə oldu etilamində. Düzdürmü? Üzrlə hesab edin külək səslərinə görə. Aha, 8 oldu burada kovalent polyar rabitələrin sayı. Digərində də kovalent polyar rabitələrin sayı nəyə bərabərdir? Karbon hidrogen, azot hidrogen, karbon azot arasındakı rabitələr burada artıq bir vahid artıq olacaq, 9 olmalıdır. Aha, indi x mol etilamində 8x mol kovalent polyar rabitə var. Y molda dimetilamində bax hesablasanız özünüz də görəcəksiniz ki, 9y qədər qeyri-polyar, daha doğrusu 9y qədər polyar kovalent rabitə var. O zaman kovalent polyar rabitələrin sayı 8x birindədir, 9y də birindədir. Toplasaq 8x üstə gəl 9y bizə polyar kovalent rabitələrin sayını verdi. O ki, qaldı qeyri-polyar kovalent rabitə. Qeyri-polyar kovalent rabitə y-də yoxdur. Yəni dimetilamində yoxdur da, belə deyək. Etilamində var. Etilamində də cəmi bir dənə qeyri-polyar kovalent rabitə var. O da karbon-karbon arasında. X mol deməli etilamində karbon-karbon arasında x mol qeyri-polyar kovalent rabitə olacaq. O zaman qeyri-polyar kovalent rabitələrin sayı x-ə bərabər oldu. X mola bərabər oldu. İndi müəllif deyir ki, polyarın qeyri-polyara nisbəti 20-dir. Yəni 20 dəfə çoxdur. Yəni 8x üstə gəl 9y x-ə bölsəydik, bizə deyir 20 verərdi. Buradan tənliyə həll etsək, 8x üstə gəl 9y bərabərdir 20x-ə. O zaman deməli 20-dən 8 çıxsaq neçə verəcək? 12x-imiz bərabərdir 9y-ə. Gəlin 12-ni ya 9-a bölək, ya 9-u 12-yə bölək, fərqi yoxdur. 12-ni 9-a böləkmi? Ya bölünmədi. Gəlin 9-u 12-yə bölək. Yaxşı. X-imiz də bərabər oldu 0,75 y-ə. Nəysə, x-imiz 0,75 y-ə bərabərdir, bunu tapdıq. X-imiz 0,25 y-ə bərabərdir və indi gətirib yerinə qoysaq, x-i bax yuxarıda pozdum, gördünüz mü? X-in yerinə 0,75 y yazdıq. O zaman birinin 0,75 y, birinin də y mol tapsaq, nisbət 0,75-in 1-ə, təbii ki, bu şəkildə saxlamaq düzgün deyil. Bunu ən kiçik tam natural ədədə gətirək. Ən kiçik tam natural ədədə gətirsək, neçə verər bizə? Deməli, belə deyək də, 0,75. Gələk bunu 4-ə vuraq. 4-ə vursaq, neçə eləyəcək? 0,75 y. 4-ə vursaq, 3 y bölünsün 4y nisbəti. Y-ləri xısar getsə 3-ün 4-ə nisbəti yaza bilərik də. Deməli, burada amillərin mol nisbəti 3-ün 4-ə nisbətinə bərabərdir. Bu da bizə 5-də doğru cavab kimi C variantında göstərilibdir. 5-də tamamladıq müəllimlər. İndi keçirik 6-cı çalışmamızın izahına. Tapşırıqla davam edirik müəllimlər. Bilirik ki, alüminium karbi su ilə reaksiya girəndə alüminium hidroksid və metan yaradır. Metan 1500 dərəcədə qızdırılıb əmələ gətirir asetilen qazı. Asetilen su ilə reaksiya girir, civə duzları katalizator iştirakında daha doğrusu sirkə aldehidi yaradır. Z-imiz sirkə aldehidi, CH3, C2 qat rabitə oksigen H. Sirkə aldehid dehidrogenləşəndə etil spirti yaradır, CH3, CH2OH. Sirkə aldehidi həmçinin misk hidroksiddən oksidləşir və uyğun olaraq sirkə turşusu yaradır. Yəni CH3, C2 qat rabitə oksigen OH yaradır. İndi bizə deyir ki, A və B, yəni A maddəsi etil spirtidir, B maddəsi də sirkə turşusu deyir. Aynı amilin qarşılıqlı təsirinin alınan birləşmənin molekulunda qeyri-polyar kovalent rabitələrin sayını hesablayın. İndi bilirik ki, A maddəmiz spirtdir, etil spirtidir, CH3, CH2OH-dır. Bunun üzərindən gələcək sirkə turşusu, yəni CH3, C2 qat rabitə oksigen OH. Və biz də bilirik ki, turşularla spirtlər bir-birindən qarşılıqlı təsirdə olanda H spirtdən OH turşudan çıxır. H spirtdən OH turşudan çıxır, HOH ayrılır və reaksiya zamanı əmələ gəlir mürəkkəb efir. Mürəkkəb efir də CH3C 2 qat rabitə oksigen O C2H5-dir. Yəni qısa şəkildə yazsaq,
O, CH2, CH3'dür. İndi deyək ki, burada nə qədər qeyri-polyar kovalent rabitə var. Bilirik ki, qeyri-polyar kovalent rabitə deyəndə eyni element atomları arasında olan rabitə nəzərdə tutulur. Bax, burada bir dənə qeyri-polyar kovalent bax burada var, qırmızıdan işarə elədim. Bir də bu CH2, CH3 arasında var. 2 dənə bax gördüyünüz kimi iki karbon arasında 1, 2. 2 dənə qeyri-polyar kovalent rabitəmiz oldu. Gördünüzmü? Bax, bir burada, bir də buradadır da. Yəni eyni element atomlar arasında yaranan rabitə qeyri-polyar kovalent rabitədir. 2 dənə qeyri-polyar kovalent rabitəmiz var. Bu da bizə D variantında göstərilibdir. Nizamımıza davam edirik. Deyir, molekulunda 10 atom olan monoamin monokarbon turşusunda alınan daha doğrusu tetrapeptit molekulundakı atomların sayını hesablayın. İndi müəllimlər biz bilirik ki 4 mol amin turşudan həmişə 1 mol tetrapeptit 3 mol da su əmələ gəlir, düzdürmü? İndi müəllif deyir ki amin turşu molekulunda atomların sayı 10-a bərabərdir. O zaman 4 amin turşuda 4 ədəd amin turşuda 4 vurulsun 10, yəni 40 atom olacaq. İndi 40 atom amin turşunun tərkibindəki atomların sayıdır. 40 atom amin turşudakı atomların sayıdır. 40 atom bərabər olacaq bir tetrapeptitdəki, bir molekul tetrapeptitdəki atomların sayı. Üstəgəl 3 molekul suda da nə qədər atom var müəllimlər? Bir su molekulunda 3 atom mövcuddursa, H2-də 3 atom mövcuddur axı. 3 su molekulunda 9 atom mövcuddur. O zaman belə başa düşdük ki 40 atom, hansı ki 4 amin turşunun tərkibində olan atomların sayıdır, bərabərdir bir tetrapeptit molekulundakı atomların sayı üstəgəl 9-a. Buradan bir tetrapeptit molekulundakı atomların sayı 31-ə bərabər olacaq. Hansı ki bu da bizə D variantında göstərilibdir. Növbəti 8-dən davam edirik. Bizə deyir ki 180 qram qlisindən 0,2 mol polipeptit alınmışdır. Bu zaman alınan suyun kütləsini hesablayın. İndi müəllimlər biz bilirik ki N mol amin turşudan həmişə 1 mol polipeptit, N çıxılsın 1 molda H2O əmələ gəlir. Bunu zaten hamımız bilirik. Düzdürmü? İndi normalda biz bilirik ki 1 mol polipeptit əldə olunanda həmişə N mol amin turşu sərf olunur. Burada isə 0,2 mol polipeptit əmələ gəlibdir və 0,2 mol polipeptit üçün nə qədər glisin sərf olunub? 2,4 mol glisin. İndi deyərsiniz ki, hardan bildik 0,2 mol glisin? Çünki glisinin 1 molu, glisin necə yazılır müəllimlər? Glisin amin turşudur. Formulu NH2, CH2, COH-dır və mR glisin, yəni glisin mR-ni hesablasanız görəcəksiniz ki 75-ə uyğundur. Yəni 1 mol glisinin kütləsi 75 qrama uyğun gəlirsə, X mol glisinin də kütləsi 180 qrama uyğun gəlir. Buradan biz glisinin mol miqdarını 2,4 mol olduğunu hesablayarıq. İndi 1 mol polipeptit əldə olunanda, bax bunu buradan görürük, gördünüzmü? 1 mol polipeptit əldə olunanda N mol amin turşu sərf olunursa, 0,2 mol polipeptit üçün isə 2,4 mol amin turşu sərf olunacaq. Buradan N-imiz bərabərdir 12-yə. N-imiz 12-yə bərabərsə gətirib yerinə qoysaq, 12 çıxılsın 1, 11. Yəni mən, bax burada yerinə qoysaq N çıxılsın 1 nə deməkdir? 12-dən 1 çıxsaq 11 mol. Onda belə çıxır ki, bax burada N-in yerinə 12 yazsaq, 12 mol amin turşudan 1 mol polipeptit, 11 mol da su əmələ gəlməlidir. Yəni 1 mol polipeptit əmələ gələndə 11 mol su yaranardısa, o zaman 0,2 mol polipeptit üçün isə gəlin görək neçə mol su əmələ gəlir. Buradan əmələ gələn suyun mol miqdarını 2,2 mol tapırıq. 2,2 mol suyun da kütləsi neçə qrama uyğun gəlir? Bizdən kütləni soruşur da. 1 mol suyumuz 18-ə uyğun gəlirsə, onda 2,2 mol suyun da kütləsi x qrama uyğun gələcək. Bu zaman mən 2,2-ni 18-ə vurmaqla əmələ gələn suyun kütləsinin 39,6 qram olduğunu hesablayıram. Hansı ki bu da bizə A variantında göstərilibdir. Çalışmanın nizamımıza davam edirik müəllimlər. Bizə deyir etilamin var, metilamin var, metan var əlimizdə. Etilamin C2H5NH2-dir. Metilamin CH3NH2-dir. Metan isə CH4-dür. İndi elə zənn eləyək ki, X mol etilaminin var, Y mol metilaminin var, Z mol da metanın var. Və müəllif mənə deyir ki, X, Y, Z-in cəmi 1 mol verəcək. Çünki deyir etilamin, metilamin və metandan ibarət olan qarışıq cəmi 1 moldur. X də gəl, Y də gəlsin, Z-imiz 1-ə bərabər olacaq. Və deyir ki, bu qarışığın yanmasından 0,35 mol azot alınıbdır. İndi müəllimlər biz bilirik ki, X mol C2H5NH2-nin içərisində X mol azot atomu mövcuddur. X mol azot atomu da 0,5 XN2 şəklində yazıla bilər, düzdürmü? Aha. Niyə görə? Çünki X mol C2H5NH2-nin tərkibində X qədər azot var. O da 0,5 XN2 qazı şəklində büruzə verərdi özünün yanma zamanı. Və ya da ki, Y mol CH3NH2-nin tərkibində Y qədər azot atomu var. Onu da biz 0,5 YN2 şəklində yananda, yəni reaksiya məhsulu kimi təsəvvür edə bilərik. İndi müəllif bizə deyir ki, bu reaksiyalar zamanı əmələ gələn 0,5 X mol N2 ilə 0,5 Y mol N2-nin cəmi bizə verməlidir 1 mol, daha doğrusu 0,35 mol. Çünki deyir ki, reaksiyalar zamanı 0,35 mol azot alınıb, yəni N2 alınıbdır. Buradan tənliyi həll eləsək,
X üstəgəl y bərabərdir 0,7-yə. X üstəgəl y 0,7 isə gətirib bax burada yerinə qoysaq, x üstəgəl y cəmi yerinə 0,7 yazarıq. O zaman z-imiz bərabər olacaq 1 çıxılsın 0,7-yə, yəni z-imiz 0,3-ə bərabər olacaq. Z-imiz 0,3-ə bərabər oldu mu? Əla, oldu. İndi gətirib burada z pozub yerinə 0,3 mol yazacağam. İndi x üstəgəl y-imiz 0,7-dirsə, buradan deməli biz nə hesablaya bilərik? X-imiz da bərabərdir 0,7 çıxılsın y-ə. Gətirib yuxarıda x-i pozub yerinə yazacağam 0,7 çıxılsın y. Artıq müəyyənləşdirdim ki, 0,7 çıxılsın y mol əlimdə etil aminim var, y mol metil aminim, 0,3 mol da metanım var. İndi 0,3 mol metanın yanmasından 0,3 mol karbon qazı yaranacaq. Niyə? Çünki 1 mol metanda 1 mol karbon mövcuddursa, 0,3 molun da yanmasından 0,3 mol karbon qazı yaranacaqdır. Çünki 1 mol metanda 1 mol karbon varsa, onun yanmasından 1 mol karbon qazı yaranarsa, 0,3 mol metanın da yanmasından 0,3 mol karbon qazı yaranacaq. Sonra y mol metil amində də y mol karbon varsa, onun da yanmasından y mol karbon qazı yaranacaq. 0,7 çıxılsın y mol etil amində də 0,7-ni 2-yə vursaq, axı karbon indeksində 2 var. Oradan da 1,4 çıxılsın, 1,4 çıxılsın 2y mol nə əmələ gələcək müəllimlər? 2-yə vurduqda ona görə karbon qazı əmələ gələcək. Ümumilikdə bu reaksiyalar zamanı 0,3 mol karbon qazı metanla əmələ gəlibdir. Y mol karbon qazı metil aminlə əmələ gəlibdir. 1,4 çıxılsın 2y mol karbon qazı isə etil amindən əmələ gəlib. Bu zaman əmələ gələn ümumi karbon qazının da deməli həcmi bizə verəcək 1,5 mol. Niyə? Çünki 33,6 litr karbon qazı yaranırsa, bu normal şəraitdə 1,5 mol deməkdə 22,4-ə böldüm. Aha, buradan tənliyi həll eləsək, y-imiz nəyə bərabər olacaq? Y-imiz bərabər olacaq 0,2 mola. Y-imiz 0,2 molda zaten bizə deyir ki, ilkin qarşısında neçə mol metil amin var. Metil amini də y molla işarə etmişdikmi burada? Etmişdik. Elə y metil aminin molunu göstərir. Bizə də deyir ki, nə qədər metil amin olubdu qarışıqda? Metil amin 0,2 mol olubdu. Bu da doğru cavab kimi A variantında göstərilibdir. Belə, uğurlar.